Getdik. Xocavənddə meyvə bağları son 2 ildir salınıb, amma buna baxmayaraq rayon özünü bu sahədə xeyli inkişaf etdirib. Artıq rayon ərazisində 200 hektar ərazidə meyvə bağları salınıb. Bu ağaclar təxminən 85 hektar ərazidə salınmış bağın ağaclarıdır. Təbii ki, 85 hektar, eləcə də 200 hektar bağı suvarmasını, digər məsələləri idarə eləmək asan deyil. Buna görə də, bax gördüyünüz kimi, sadəcə bir toxunuşla bu bağı 85 hektarı suvarma ilə təmin etmək mümkündür. Damcılama üsulu ilə meyvə ağaclarının suvarılması suya qənaət etməklə yanaşı torpağın rütubətini sabit saxlayaraq ağacların daha sağlam inkişafına şərait yaradır. Su itkisi minimuma enir, suvarma xərcləri azalır, məhsuldarlıq isə əksinə artır. Bu qədər ərazində meyvəni yetişdirmək, eyni zamanda onu dərmanlamaq çox çətindir. Buna görə də bax belə texnikalardan istifadə olunur. Əslində ilk dəfədir ki, mən burada belə bir sükan arxasında əyləşirəm. Minik avtomobilini idarə etmək qədər sadə deyil. Bir qədər Xocavənddəki hədəflərdən danışmaq istəyərdim. Hazırda 200 hektarda müxtəlif növ meyvələr yetişir. Amma bu hədəf 2028-ci ilə qədər 1000 hektara çatacaq. Bu da o deməkdir ki, yerli məhsullar artacaq. Eyni zamanda gözəl Qarabağımızda meyvə bağlarının sayı da artacaq. Həm meyvələri, həm də ağacı qorumaq üçün burada dərmanlama işləri mütəmadi olaraq aparılır. Çünki hazırda meyvə yığımı 50% tamamlanıb və burada elə növ ağaclar var ki, onlar qarşıdakı aylarda bar verəcək və yığım da mərhələli şəkildə aparılacaq. Azerbaycan'ın bu verimli, güzel topraklarında, Karabağ'ın bu şehit kanıyla sulanmış topraklarında meyveleri üretmek üzere buradayız, çalışıyoruz. Karabağ kelimesi zaten ismi olarak yani kara toprağı olan bağlar. Yani burası bağların memleketi. Bu toprak bize her şeyi veriyor. Allahu Teala öyle bir şey yaratmış ki her şey buradan geliyor. Biz de bunun üstünde işliyoruz. Bu tarafa doğru bakacak olursak gördüğünüz gibi kuru topraklar var. Benim şu an içimden geçen birkaç yıl içerisinde bu gördüğünüz kuru topraklar da tamamen meyve ağaçlarıyla dolsun istiyorum. Bizim amacımız hem Azerbaycan'ın sortlarını korumak, onu gelecek nesillere aktarmak hem de dünya standartlarındaki meyvelerin de burada üretimini yapmak. Azad edilmiş ərazilərdə 6 il ərzində faktiki 180 min hektar əkin yeri və 7,6 min hektar çoxillik meyvə bağı sahələri üzrə ilkin planlama və ixtisaslaşma işləri tamamlanıb. Yerli məhsullar nəinki ölkənin bazarlarındakı piştaxtaları bəzəyir, hətta xarici ölkələrə də ixrac edilir. Xocavənddə çok güzel koz oluyor. Bunu gözlerimizle şahit olduk. Elma bahçeleri salmayı düşünüyoruz. Buradaki bir parçamızı mesela şu an armut sortlarımızı getirdik. Armut sortlarımızı burada üretmeye başladık. Hocalı'da da bir bağ yaptık. Tam Hocalı'nın içerisinde bizim orada şu anda Azerbaycan'ın ve Azerbaycan vatandaşlarının en çok sevdiği şey ne? Göğce. Nahçıvan göğcesi. Nahçıvan göğcesi bahçesi yaptık biz orada şu anda. Herhalde sevmeyen yoktur. İncir. İncirle ilgili... Xüsusilə sevirəm. Xüsusilə sevirəm. Əgər gələn il bar olacaqsa mən gəlim. Xocavənddə biz inciri bu kış inşallah planlıyoruz. Dikime bir sonraki yıl yani 2 yıl içerisinde artık Xocavəndin de incir bağları olacak. Xocavəndin de incir bağları buradan belki de İngiltere'ye, Avrupa'ya, buradan dünyanın bütün ülkelerine hedefimiz incir ithal etmek, ihraç etmek. Onda razılaşdıq. Vermə gavalları mənə. Gəl əl sıxışıq, gəlirəm Xocavənddə incir yeməyə. Baş üstə, hiçbir problem yok onunla ilgili. Sözümüzü aldıq. Ağac bar verdikcə başını aşağı əyər deyiblər. Qarabağın barı isə keyfiyyəti və ləzzəti ilə dünyada başucalığımıza çevrilib. Zeynəb Rövşən qızı, Arif Zeynalov, Real.